Salam, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə əvvəlki illərin məzunları üçün 6 apreldə keçiriləcək buraxılış imtahanı hazırlıq məqsədi ilə müəyyən sualların izahına baxacağıq inşallah. Lakin sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin başlayaq suallarımızın izahına. Hər sual üzərində də, yəni həmin suala aid olan deməli qaydaları vurğulamağa çalışacağam. Həm bizim üçün təkrar olsun, həm də deməli sual izahlarına, daha doğrusu sualları bir yerdə işləmiş olaq. Baxırıq birinci sualı. Deyir ki, y bərabərdir kx üstə gəlsin b xətti funksiyasının qrafikinə əsasən k çıxılsın b fərqini tapın. Biz baxırıq ki, bu xətti funksiyanın düsturudur. Xətti funksiyada k bucaq əmsalı, b isə sərbəst həddi və biz unutmamalıyıq ki, xətti funksiyanın qrafikinin y oxunu kəsdiyi nöqtə, baxın, qrafikin y oxunu kəsdiyi nöqtə sizə b-ni göstərir. Yəni, siz avtomatik buradan bilirsiniz ki, b bərabərdir -3-ə. B-ni tapdıq. Bəs K-nı necə tapaq? K-nı tapmaq üçün, bax, köməkçi bir nöqtə yenidən verilib burada. Hansı ki, bu nöqtənin koordinatları x-ının qiyməti 1-dir, y-ının qiyməti isə 0-dır. Deməli, bir daha təkrar edirəm. X-ın qiyməti 1-dir, y-ın qiyməti isə 0 olmuş olur. Və həmin bu nöqtənin koordinatlarını biz gətirib, bax, bu xətti funksiyanın düsturunda yerinə yazacağıq. Yəni, y bərabərdir, 0 bərabərdir. K vurulsun x, x-in qiyməti 1-dir. Üstə gəl b, mən də bura üstə gəl -3 yazıram. K-nı 1-ə vuranda k edir. Yəni, üstə gəl -3, çıx 3 verəcək. Bərabərdir 0-a. 3-ü də keçirirsiniz digər tərəfə. Deməli, k-nın qiyməti -3-ə bərabər olmuş olur. Həm k-nın qiymətini tapdıq 3-dür, həm də b-nin qiyməti müəyyən etdik ki, -3-ə bərabərdir. Bizdən k çıx b fərqini tapmağımızı soruşur. Yazıram k 3 çıxılsın b, yəni -3. Bu da bu mənfiyə təsir edir. Olur 3 üstə gəl 3. Yəni düzgün cavab 6 alınmış olur. Baxın, testimizin doğru variantı olur D bəndi. D bəndi bizim düzgün cavabımızdır. Keçirik ikinci suala. İkinci sualda yenə funksiyaya aid olan bir sualdır. Kvadratik funksiyaya aiddir. Deyir ki, y bərabərdir ax kvadrat çıx bx üstə gəl 7. Funksiyası 3-ün y bərabərdir y -3 bərabərdir 10 olarsa 3a üstə gəl b cəmini tapın. Baxın, funksiyada a və b deməli əmsalların nə olduğunu bilmirik. Sadəcə bilirik ki, bu funksiyada x-in yerinə -3 yazanda, bax, y-ın qiyməti 10 alınır. Yəni, absisin yerinə -3 qoyursunuz, funksiyanın qiyməti 10 alınmış olur. Gəlin tətbiq edək. Bax, y yerinə mən 10 yazıram. Bərabərdir. Burada a vurulsun x-in kvadratı, yəni -3-ün kvadratı. Çıx, b vurulsun x, yəni -3, üstə gəl 7. Onda burada 10 bərabərdir. -3-ün kvadratı 9 eləyir. 9-u da a-ya vuranda olur 9-a. -b-ni -3-ə vuranda eləyir müsbət 3b üstə gəl 7. İndi ədədləri bir tərəfə yığsaq, 7-ni keçirtməliyəm digər tərəfə. Digər tərəfə keçirsə, mütləq işarəsi dəyişəcək. Olacaq 10 çıx 7. Bərabərdir 9a üstə gəl 3b-yə. Buradan, deməli, 10-dan çıxırıq 7-ni 3, bərabər olur 9a üstə gəl 3b-yə. Deməli, baxırıq ki, buradakı olan hər bir hədd 3-ə bölünür. Yəni, 3-də bölünür, 9-da bölünür. Ona görə hər birini 3-ə bölürəm. 3-ü 3-ə böləndə 1 bərabər 9a-nı 3-ə böləndə eləyir 3a. 3b-ni 3-ə böləndə olur 1b. İndi 1 yazmırıq, amma b özü yazılmış olur. Baxın, bizdən tələb etdiyi 3a üstə gəl b cəmini tapmaq idi və bəli, biz də 3a üstə gəl b cəminin 1-ə bərabər olduğunu tapmış olduq. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçirik üçüncü suala. Üçüncü sualda deyir ki, 3 çıx sinüs kvadrat alfa, çıx kosinüs kvadrat alfa ifadəsini sadələşdirin. Baxın, bu trigonometriyada əsas eyniliklərə aid olan bir sualdır. Hansı ki, siz burada 3 olduğu kimi saxlayacaqsınız. Amma sinüs kvadrat alfanın da kosinüs kvadrat alfanın qarşısında mənfi işarə, yəni çıx işarəsi var. Siz bu çıxma işarəsini mötərizə xaricinə çıxartsanız, nə qalacaq burada? Sinüs kvadrat alfa. Baxın, bunu çıxartmışsınızsa içərisini bölmə yolu ilə tapırsınız. Mənfini mənfiyə böldüm, elədir müsbət.
İndi mənfi kosinus kvadrat alfanı yenə bu mənfiyə böləndə eləcək müsbət kosinus kvadrat alfa. Və əsas eyniliyə görə sinus kvadrat alfa üstə gəlsin kosinus kvadrat alfanın cavabı bizə 1-i vermiş olacaq. Və bunu da hesabladıqda 3 çıx 1, yəni testin düzgün cavabı 2 alınmış olur. Doğru cavab olur Y variantı. Baxıram 4-cü suala. 4-cü sualda bizə deyir ki, verilən bu ifadənin qiymətini tapın. Əvvəlcə gəlin bu ifadəni köçürdək. Deməli, loqaritma 3 əsasdan, bir daha loqaritma 5 əsasdan və bir daha da loqaritma 2 əsasdan 32. Loqaritma 2 əsasdan 32. Bərabərdir. Qaydanı yadda saxlamaq lazımdır ki, əgər biz loqaritma A əsasdan B-nin qiymətini x-ə bərabər ediriksə, burada A üstü x bərabər olur B-yə. Yəni, bax, A-nın üstündə x sizə B-ni, yəni loqaritmlə ədədi vermiş olur. İndi fikirləşək. 2-nin üstündə elə bir qüvvət olmalıdır ki, bizə 32 versin. Təbii ki, 2 üstü 5, 32 vermiş olacaq. Deməli, buranın qiymətini biz tapdıq. Bax, bura olmalıdır 5. Onda bir daha yazıram. Bərabərdir. Loqaritma 3 əsasdan. Qaldı burada loqaritma 5 əsasdan 5. Loqaritma 5 əsasdan 5 bərabərdir. Yenə qaydanı yadımıza salıram ki, loqaritma A əsasdan A hər zaman 1-ə bərabər olmuş olur. Deməli, buranın da qiyməti oldu 1. Gətirib yerinə yazanda loqaritma 3 əsasdan 1 bərabərdir. Baxın, 3-ün üstündə, burada yazıram, 3-ün üstündə hansı qüvvət olmalıdır ki, bu bizə 1 cavabını versin? Təbii ki, 0 olmalıdır. Çünki bütün ədədlərin, yəni bütün ədədlər üstü 0 hər zaman bizə 1 qiymətini vermiş olur. Deməli, 4-cü sualda buna əsasən testimizin düzgün cavabı A variantı, A bəndi alınmış olur. A bəndi. Belə, baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, verilən bu tənliyin kökləri cəmini tapın. Baxın, siz qüvvətdə görürsünüz ki, 3 üstündə 2x üstəgəl 1 yəni yazılıb. Qüvvətdə üstəgəlmə nə zaman olur? Yalnız bir halda mümkündür ki, əgər siz əsasları eyni olan qüvvətləri bir-birinə vurursunuzsa, bax, A üstəyini A üstəyinə vurursunuz. Əsaslar eynidir. Əsasları eyni olan qüvvətləri bir-birinə vurursunuzsa, əsas olduğu kimi qalır, qüvvətlər toplanır. Yəni, olacaq M üstəgəl N. Deməli, burada da toplamanın səbəbi 3 üstündə 2x-i 3 üstündə 1-ə vurublar. Bax, 3 üstündə 2x-i 3 üstündə 1-ə vuranda əsas olduğu kimi qalır, qüvvətlər toplanır. Gəlin, bu 3 üstü 1-i öndə yazaq. Yazıram 3 vurulsun. Amma 3 üstündə 2x olduğu kimi saxlayıram. 3 üstü 2x. Çıx 10 vurulsun. 3 üstü x. Bu da olduğu kimi qalır. Üstə gəl 3 bərabərdir 0-a. Biz burada 3 üstü x-a bir t deyəcəyik. Buranı silim. Niyə görə t ilə əvəz edirəm? Çünki 3 üstü 2x onun kvadratı olmuş olacaq. Baxın, 3 üstü x əgər t-dirsə, siz 3 üstü x-i kvadrata yüksəldəndə əsası olduğu kimi saxlayıb, bu üstləri bir-birinə vurub 3 üstü 2x alırsınızsa, deməli, burada 3 üstü 2x-in əvəzinə t yazanda tapırıq ki, bu ifadə t-nin kvadratına bərabər imiş. Olacaq 3t-nin kvadratı çıx 10t üstə gəl 3 bərabərdir 0-a. Köklərini tapanda diskriminasiyadan istifadə edə bilərsiniz. Vuruqları ayırma ilə də yaza bilərsiniz. Vuruqları ayırmada deməli 3t-ni t-yə vuranda, burada da mənfi 3-ü mənfi 1-ə vuranda. Hətta yoxlamaq istəyirsiniz, baxın, 3t-ni mənfi 3-ə vuranda eləyir mənfi 9t. Bu t-ni vuranda mənfi 1-i eləyir mənfi t. Və bunları topladıqda mənfi 9t üstə gəl mənfi t, düzgün cavab mənfi 10t alınmış olur. Baxın, buradakı hədd alındı. Deməli, onda vuruqları ayırmanı siz düz qeyd edirsiniz ki, birinci vuruq 3t çıx 1 olmalıdır. 3t çıx 1 olmalıdır. İkinci vuruq isə t çıx 3 olmalıdır. Yəni, işarələr nədirsə onları dəyişmirik. Elə həmin işarələrlə bir yerdə götürmüş oluruq. İndi, hasil nə zaman 0-a bərabər olar? Ayrı-ayrı vuruqları 0-a bərabər etdikdə. Deməli, bir dəfə 3t çıx 1-i 0-a bərabər edəcəksiniz. Çıx 1. Bərabərdir 0-a. Buradan 3t bərabərdir müsbət 1-ə. T də bərabərdir 3-də 1-ə. T1 deyək buna. Bu birinci qiymət. İkincidə isə deməli t çıxılsın 3-ü bərabər edəcək 0-a. Buradan da t-nin ikinci qiyməti müsbət 3-ə bərabər olmuş olacaq. Yəni bizə lazım olan t-nin qiymətləridir. Çünki mən əvəz etmədə 3 üstü x-a t demişdim.
Gətirib burada, gəlin buranı silim. Daha sərgəli olsun. Gətirib burada yerinə yazanda əvəz etdiyimi, yəni baxın bu 3 üstündə x-i bərabər edəcəm 3-də 1-ə. Və ya nəyə əvəz etmişəm? 3 üstü x-i bərabər edəcəm 3-ə. İndi bu 3 üstü x 3-də 1-ə bərabərdirsə necə olub ki, tərsinə çevrilib? Deməli, x-in qiyməti burada -1-ə bərabər olmalıdır ki, 3 üstü -1 tərsinə çevriləndə müsbət olsun. Müsbət 3-də 1. Bu tərəfdə isə elə 3-ün üstündə 1-dirsə, birbaşa olaraq x-in qiyməti, bu x1 olsun, bu da x2 olsun. Birbaşa olaraq qiyməti 1 alınmış olur. Bu tənliyin kökləri cəmini soruşur. -1 ilə müsbət 1 topladıqda bunlar bir-birinə əksəriyyətlərdir. Deməli, cəmi 0-a bərabər olmuş olacaq. 5-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Baxıram 6-cı suala. 6-da bizə deyir ki, z bərabərdir 4 çıxılsın i olarsa, bu kompleks ədədlə baxın, qoşmasının hasilini istəyir. Əgər sizə verilən kompleks ədəd 4 çıxılsın i-dirsə, onun qoşması bərabər olacaq 4 üstəgəl i. Yəni, yalnız bu xəyali vahidin qarşısındakı işarəsini dəyişirəm. İndi bunları bir-birinə vurmaq lazımdır. 4 çıxılsın i-ni vururuq 4 üstəgəlsin i-yə, 4 üstəgəl i. Bu da bərabərdir. Deməli, a çıx b, a üstəgəl b müxtəsər vurma düsturudur. Olacaq a kvadrat, 4-ün kvadratının 6 çıxılsın i kvadrat. Bu da bərabərdir. i kvadratın -1 olduğu bəllidir. Bu mənfiyə təsir edir. 16 üstəgəl 1, düzgün cavab 17 alınmış olur. Yəni, 6-cı sualda testimizin düzgün cavabı olur A bəndi. Baxırıq 7-ci suala. 7-də bizə deyir ki, verilən bu ifadənin qiymətini tapın. Kombinizon 6-dan 2 qısa şəkildə hesablamadan istifadə edəcəm. Elə sizə də məsləhətim budur ki, kombinizonla və ya permütasiya hesablayan zaman daha qısa yoldan istifadə edəsiniz. Məsələn, kombinizon 6-dan 2-ni 6 vurulsun 5 bölünsün 2 faktorial kimi hesablaya bilərik. Amma permütasiya 5-dən 2-ni sadəcə 5 vurulsun 4 kimi hesablayacağım. Bu da bərabərdir. 6 vurulsun 5 30 eləyir. 2 faktorialda elə 2 deməkdir. Onda 30-u böləndə 2-yə olur 15. Burada 1 qalır. Deməli, 15 üstəgəl 5 dəfə 4 də 20 edir. 15-in də üstünə 20 gələndə düzgün cavab 35 alınmış olur. Yəni, 7-ci sualda testimizin doğru variantı olur Y bəndi. Keçirik növbəti suala. Baxırıq burada 8-ci suala. Qaralamamızı da keçirdək digər tərəfə. Aha. 8-ci sualda bizə deyir ki, bir zəri bir dəfə atdıqda 1 və ya 6 xalının düşməsi hadisəsinin ehtimalını tapın. Və ya olanda biz hər zaman nədən istifadə edirik? Toplamda istifadə edirik. Yəni, ayrı-ayrılıqda ehtimallarını tapıb toplamalıyıq. Əgər zər bir dəfə atılırsa, məxrəc 6 olacaq və zərin, belə deyək də, xalların içərisində hansı xallar var? 1, 2, 3, 4, 5 və 6. Bu xallar içərisində bir xalının düşməsi, yəni əlverişli xalların sayı nə qədərdir? Sadəcə bir dənədə bir dəfə düşə bilər. Ona görə bu olacaq 6-da 1. Həmçinin bir zər atılırsa məxrəc 6, bizə deyir ki, 6 xalı bircədən 6 varsa, deməli bu bir dəfə düşə bilər. Ona görə bu da 6-da 1 oldu. Və ya dediyinə görə toplayıram, bu olur 6-da 2. Təbii ki, belə bir cavab yoxdur, çünki ixtisar aparılıb. Testin düzgün cavabı 3-də 1-ə bərabər olmuş olur. Yəni, 8-ci sualda testimizin doğru variantı olur A bəndi. A bəndi A variantı. Belə, baxırıq 9-cu suala. 9-cu sualda bizə deyir ki, gəlin belə edək. Aha. 9-cu sualda bizə deyir ki, hipotenuzu 2 kök altda 41 cm, katetlərindən biri 8 cm olan düzbucaqlı üçbucağın sahəsini tapın. Birinci növbədə bu düzbucaqlı üçbucağın gəlin tərəflərini qeyd edək. Deməli, hipotenuzu 2 kök altında 41-dir. Katetlərindən biri də 8-dir. Baxın, digər katet yoxdur, x. Gəlin, Pifaqor teoremindən istifadə edək, digər kateti tapaq. Həmin teorem bizə nə deyirdi? Katetlərin kvadratları cəm, yəni x-in kvadratı ilə 8-in kvadratı bərabər olmalıdır hipotenuzun kvadratına. 2 kökdə 41-in kvadratı. Bu deyir, x kvadrat üstəgəl 64 bərabərdir. 2 kökdə 41-in kvadratı 4 dəfə 41 deməkdir. Çünki 2-in kvadratı 4 eləyir. Kök altda 41-in kvadratı isə elə 41, yəni köksüz 41 eləyir. 4-ü də vuranda 41-ə edir
4 dəfə 16 dəfə 164. Buradan x kvadrat bərabərdir. 164-dən 64-ü çıxırsınız. Eləyir 100 və x də bərabərdir. Düzgün cavab 10 alınmış olur. Mənfisini götürə bilmərik, çünki tərəf qeyd edirəm. Deməli, tapdıq ki, bu katetin də deməli, uzunluğu 10 santimetrə bərabərdir. 10 santimetr. Aha. Bizdən düzbucaqlı üçbucağın sahəsini istəyir. Artıq katetlər bəllidirsə, düzbucaqlı üçbucağın sahə düsturundan istifadə edərək katetlər hasilini nə edəcəyik? Yarıya böləcəyik. Yəni 10 vurulsun 8 eləyir 80. 10 vurulsun 8 eləyir 80. 10 da 2-yə böləndə düzgün cavab 40 kvadrat santimetr alınmış olur. Yəni 9-cu sualda testimizin doğru variantı olur B bəndi. Baxırıq 10-cu suala. 10-cu sualda bizə deyir ki, OZ oxuna nəzərən verilən bu M nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Baxın, bu X-dir, bu Y-dir, bu da Z-dir. Adı çəkilən hansıdır? OZ-dir. Deməli, əgər simmetrik olan nöqtəni qurmaq istəyirsinizsə, qayda belədir ki, adı çəkilən olduğu kimi qalmalıdır, amma digərləri əksinə dəyişməli. Deyək ki, bu M' nöqtəsinə keçirsə, həmin bu simmetrik olan nöqtə. Onda belə çıxır ki, bunun x olacaq -1, bunun y olacaq -2, amma z olduğu kimi qalacaq, yəni 4 olmuş olur. -1, -2 və -4, yəni testimizin düzgün cavabı Y variantı, Y bəndi alınmış olur 10-cu sualda. Belə, keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda deyir ki, ABCD paralleloqramında AF-in FC-yə olan nisbəti 7-nin 3-ə nisbətidir. AD bərabərdir 28 cm olarsa, biz BY-ni tapmalıyıq. Deməli, birinci növbədə bu nisbəti yazaq. 7K-nın 3K-ya nisbəti. AD-ni də 28 verib, bizdən BY-ni istəyir. Baxın, diqqətlə baxsaq, burada qum saatı var və biz artıq məncə bilirik ki, qum saatı olanda nə baş verir burada? Oxşarlıq var. Bəs oxşarlığı necə isbat etmiş olarıq? Buradakı bucaqlar bir-birinə, baxın, bunlar bir-birinə bərabərdir. Çünki qarşılıqlı bucaqlar. Bir qövs bura çəkdim, bir qövs bura çəkdim. Bu paralleloqramın tərəfləri bir-birinə paraleldir. Onda AC həmin paralel tərəfləri kəsən düz xəttdir. Bu zaman daxili çarpaz bucaqlar yaranır ki, bax, buradakı bu bucaqla 2 qövs qoydum. Buradakı bu bucaqla və buradakı bu bucaq 2 qövs qoyduğum bucaq bir-birinə bərabərdir. Digər tərəfdən bu bucaqla da və bu daxili çarpazla da bu bir-birinə bərabərdir. Onda bir üçbucağın, elə 3 dənə bucağı uyğun olaraq o bir üçbucağın 3 dənə bucağı ilə, yəni artıq eynidirsə, bərabərdirsə, bir-birinə konqruentdirsə, deməli bu üçbucaqlar oxşardır. Bax, bura bir F nöqtəsi yazılıb. Deməli, hansı üçbucaqlar oxşardır? AFD üçbucağı ilə AFD üçbucaq, deməli YFC. Aha. Bu iki üçbucaq bir-birinə oxşardır. Oxşardırsa, uyğun bucaqların qarşısında dayanan tərəflərin nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni, burada, bax, 7K-nın, yəni 3 dənə qövsün qarşısında dayanan 7K-nın balaca, kiçik üçbucaqdır. 3 qövsün qarşısında dayanan 3K-ya nisbəti bərabər olmalıdır. Bu bir qövsün qarşısında dayanan oturacağın, yəni 28-in, deyək ki, bura bir dənə x deyək, x-i olan nisbəti. Bu k-lar onsuz da gedir. Olur 7 bölünsün 3 bərabərdir 28 bölünsün x-a. 7 ilə 28 ilə 7-yi ixtisar aparırıq. 1 dəfə, 4 dəfə. X-i 1-ə vuranda çarpaz x eləyir. 3-ü 4-ə vuranda düzgün cavab 12 alınmış olur. Deməli, x-in cavabı oldu 12. Buranı silirik. Yerinə yazırıq 12. Və biz bilməliyik ki, paralleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, bu AD 28 cm-dirsə, yuxarı ona paralel olan tərəf BC də 28 cm bərabər olmalıdır. 28 cm-in 12 cm buradadırsa, deməli 28-dən də 12-ni çıxanda BY-nin düzgün uzunluğu 16 cm alınmış olur. 11-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçirik növbəti suala. Baxırıq 12-yə. 12-də bizə deyir ki, verilən bu 8-6 cütü, bax, bu tənliyin həlli olarsa A-nı tapın. Yenə, bu cüt tənliyin həlli nə demək? Yəni, x-in yerinə 8 yazanda y-in qiyməti -6 alınmalıdır. Gətirib yerinə yazıram. A vurulsun, deməli, x-in qiyməti 8, 4 vurulsun, y-in qiyməti -6, bərabər olmalıdır 32-yə.
Burada 8A 4'ü -6'ya vuranda edir -24 bərabərdir 32-dirsə, buradan 8A bərabərdir 32-nin üstünə 24 gəlirsiniz, eləyir 56. A-nın da qiyməti 56 bölünsün 8, yəni 7 alınmış olacaq. Elə bizdən tələb etdiyi A-nın qiyməti idi. Buna görə testin düzgün cavabı B variantı, B bəndi alınmış olur. Belə. Baxırıq 13-cü suala. 13-cü sualda bizə deyir ki, bax, A və B vektorları verilib. Buna əsasən 2A çıxılsın B vektorunun uzunluğunu tapmalıyıq. Birinci növbədə gəlin 2A-nı tapaq. Bunun üçün hər birini 2-yə vurursunuz. 1 vurul, bax, hər birini 2-yə vurursunuz. 1 vurulsun 2 eləyir 2. Mənfi 1 vurulsun 2 eləyir mənfi 2. 2 vurulsun 2 eləyir 4. İndi B-ni də yazaq burada. B deməli mənfi 1-dir. Mənfi 6-dır. Bir də 4-dür. Onda 2A çıxılsın B, 2A çıx B. Uyğun koordinatları bir-birindən çıxaq. 2-dən çıxanda mənfi 1-i çıxma təsir edir, üstə gəl 1 olur. Yəni 3. Mənfi 2-dən çıxanda mənfi 6-nın yenə çıxma təsir edir. Olur mənfi 2 üstə gəl 6, o da eləyir 4. Amma 4-dən 4-ü çıxanda edir 0. Baxın bu formada. İndi bu vektorun uzunluğunu tapmaq istəyirsə, bu x-dir, bu y-dir, bu da z-dir. Uzunluğunu tapmaq üçün, baxın, kök altında x kvadrat, y kvadrat və z kvadratı hesablamış olacam. İndi 0-ın kvadratı 0-dır, ona görə bunu ümumiyyətlə hesablamıram. 3-ün kvadratı 9 eləyir, 4-ün kvadratdakı 16 eləyir. 9 ilə 16-nı toplayanda düzgün cavab 25 olur və buradan da kök, deməli, 5 çıxmış olacaq. Bizdən tələb etdiyi vektorun uzunluğunu tap deyirdi. Ona görə testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq burada 14-cü suala. Gəlin, qaravamızda keçirdək bu tərəfə. Baxın, 14-cü sualda bizə nə deyir? Deyir ki, müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 60 dərəcəli bucaq əmələ gətirən mail çəkilmişdir. Mailin proyeksiyası 8 cm olarsa, bu mailin uzunluğunu tapın. Deyək ki, bu bizim olsun müstəvimiz. Baxın, müstəvi xaricindəki bir nöqtədən bu müstəvi ilə deyir 60 dərəcə bucaq əmələ gətirən bir mail çəkilib. Bax, belə bir mail çəkilib. Mailin proyeksiyası da 8-dir. Əvvəlcə biz həmin nöqtədən bu müstəviyə perpendikulyar endiririk. Daha sonra mailin oturacağı ilə perpendikulyarın oturacağını birləşdiririk. Və bura olur 60 dərəcəlik əmələ gələn mail. Bura perpendikulyar olduğu üçün 90 dərəcə almış olur. Bu da A nöqtəsi olsun. Deyək ki, bura C-dir, burada B-dir. Bax, diqqətlə baxsaq, mailin proyeksiyası 8-dir. Diqqətlə baxsaq, burada belə bir düzbucaqlı üçbucaq yaranıb. Özdə iti bucaqlarından biri 60 dərəcə. Deməli, digər iti bucağı 30 dərəcəyə bərabər olmuş olacaq. 90-dan çıxdınız 60-ı. Və düzbucaqlı üçbucaqda qayda bizə deyir ki, 30 dərəcəlik bucaq qarşısındakı katet hər zaman hipotenuzun yarısıdır. İndi bu 8-dirsə, deməli, hipotenuz 16 olmalıdır ki, biz, məsələn, tərsinə qaydanı tətbiq edəndə deyə bilək ki, 30 dərəcənin qarşısındakı katet 8-dir. Yəni, hipotenuzun yarısıdır. Onda belə çıxır ki, mən AB mailin uzunluğunu tapmış oldum. Bizdən də elə testdə deyir, bu mailin uzunluğunu tapın. Qutardı getdi. Düzgün cavab 16-ya bərabər olmuş olur. Yəni, testimizin doğru variantı olur D bəndi. Birdən sizdən proyeksiyanı istəsəydi, bax, AC-ni, proyeksiya yox, birdən sizdən bu perpendikulyar istəsəydi, bax, AC-ni istəsəydi. Orada da hansı qaydanı tətbiq edəcəydiniz? Deyəcəydiniz ki, 60 dərəcə bucaq qarşısındakı bu katet digər katetin kökdə 3 mislinə bərabər olmuş olur. Bax, bu da olacaqdı 8 kökdə 3. Amma bunu istəmir. Sadəcə mailin uzunluğunu bizdən tələb edir. Belə. Baxıram 15-ci suala. 15-də bizə deyir ki, tam səthinin sahəsi 240 kvadrat metr olan kubun yan səthinin sahəsini tapın. Kubun tam səthinin sahəsi 6A kvadrat düsturu ilə hesablanır. Əgər bu bərabərdir 240-dırsa, 240-ı bölürəm 6-ya, hər tərəf 6-ya bölürəm. Onda A kvadrat bərabər olur 40-a. İndi A kvadrat 40-dırsa, bundan kök almayacağım. Niyə görə? Sonrasında deyir ki, kubun yan səthinin sahəsini tapın. Kubun yan səthinin 4 yan səthi vardı. Onun 4 dənə üzü var. Olacaq yanda, daha doğrusu yanda 4 üzü var. Olacaq 4A'nın kvadratı. Yəni bir üzünün sahəsi A kvadratdır. Amma 4 üzünün sahəsi deməli 4A kvadratına bərabər olmuş olacaq. Buna görə 4 vurulsun A kvadratını olduğu kimi saxlayıram. 40 və 4-ə 40-a vuranda düzgün cavab 160 kvadrat metr alınmış olur. Deməli, 15-ci sualda testimizin düzgün cavabı olur Y bəndi.
Keçək növbəti suala. Buranı silirik. Baxırıq 16-cı suala. Deyir, silindrin oturacağının radiusu 2, hündürlüyü isə 6 olarsa, yan səthinin sahəsini tapın. Yenə siz burada %100 düsturu bilməlisiniz. Yazırsınız ki, S yan bərabərdir 2pi RH. 2pi RH. Bu da bərabərdir. 2pi olduğu kimi qalır. Radius deməli 2-dir, hündürlükdə 6-dır. Bu da 4 dəfə 6 24 piyə bərabər olmuş olacaq. Yəni 16-cı sualda testimizin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Baxırıq 17-ci suala. 17-də bizə deyir ki, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Baxın, əgər düzbucaqlı üçbucaq fırlanırsa, burada konus yaranmış olacaq. Deyək ki, bu bizim düzbucaqlı üçbucağımız olsun. Tərəflərini adlandırıram. Deməli, A, B, bu da olsun C. Katetləri 6 və 8-dir. Olarsa, bunun deyir, kiçik katet ətrafında, yəni 6 ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini, deyək ki, bu fırlandı, belə bir fiqur alındı. Baxın, fırlanır və belə bir fiqur alındı. Baxın, bu formada. Bu nədir? Bu konusdur. Bu konusdur. Bizə lazımdır bu konusun radiusu. Bax, buradan bura qədər olan məsafə onun radiusu. Deməli, L bərabərdir 8-ə. İndi bir dənə də L-i, yəni doğranı tapmaq lazımdır. O da burada, hipotenuzdur. Pifaqor ədədlərinə görə artıq bu AC-nin qiymətini, başlayın, AC-nin qiymətini birbaşa olaraq qeyd etmiş olacağım. Pifaqor ədədləri 6, 8 və 10 olmuş olur. Sonradan istəsəz özünüz yoxlaya da bilərsiniz. 6-nın kvadratı ilə 8-in kvadratını toplayarsınız. Baxarsınız ki, həqiqətən də 10-un kvadratını almış oluruq. Bəs yaxşı, bunları qeyd etdik. Bildik ki, konus alınır. Konusun yan səthinin sahəsini necə tapılır? Düsturumuz necə idi? S yan bərabərdir pi R vurulsun L. İndi burada pi olduğu kimi qalacaq. Radius 8-dir. Vurulsun 10. Bu da bərabərdir. 80 pi alınmış olur. Yəni 17-ci sualda 80 pi. Baxın, testimizin doğru cavabı A bəndi, A variantı alınmış olacaq. Düzgün cavab. Belə. Baxırıq 18-ci suala. Yəni, bunlarda əsasən düsturu bilsəz, demək olar ki, hər birini rahat şəkildə həll etmək olur. Yəni, düsturda yerinə qoyub, indi müəyyən şeylər verilməsə, təbii ki, biz onları özümüz tapmağa məcburuq. Amma qalan nə ki var, hər birini düstur vasitəsilə, qayda vasitəsilə deməli tapmaq olur. Baxırıq 18-ci suala. 18-ci sualda deyir ki, radiusu 41 desimetr olan kürə mərkəzdən 9 desimetr məsafədədir. Daha doğrusu, məsafədə olan müstəvilə kəsilmişdir. Alınan kəsiyin sahəsini tapın. Baxın, bu olsun kürə. Bunun radiusu, deməli, 41 desimetrdir. Mərkəzdən 9 desimetr məsafədə olan müstəvilə kəsilmişdir. Deyək ki, belə bir müstəvilə kəsişib. Bax, belə bir müstəvilə kəsişib və mərkəzdən hansı məsafədədir? 9 desimetr məsafədədir. Məsafə dediyinə görə, deməli, burada bunu necə çəkmiş oluruq? Perpendikulyar olaraq çəkmiş oluruq. Burada 90 dərəcə bucaq əmələ gəlməlidir. Bir də radius deyir ki, 41-dir. Burayla buranı qeyd edirik. Radius da 41. Gəlin verilənləri qeyd edək. Bura 9-dur, bura 41. İndi aydın məsələdir ki, burada əgər radiusun, yəni bu oturacaq hissəsi ilə bunu birləşdirsəz, avtomatik düzbucaqlı üçbucaq əmələ gəlmiş olacaq. Və düzbucaqlı üçbucaqda gəlin bu eri tapaq. Ondan sonra, çünki mən bunu tapmasam, alınan kəsiyin sahəsini hesablaya bilməyəcəm. Radiusu bilməliyəm ki, sonra hesablayayım. Qaydamız necədir? Düzbucaqlı üçbucaqda Pifaqor teoremi tətbiq edirəm. Deyirəm ki, r-in kvadratı ilə 9-un kvadratını toplasam, düzgün cavab 41-in kvadratı almış olaram. Onda buradan r kvadrat bərabərdir 41-in kvadratı çıx 9-un kvadratı. Yəni, kvadratlar a kvadrat çıx b kvadrat müxtəsər vurma düsturuna görə bir dəfə 41 çıxılsın 9, bir dəfə də 41 üstə gəlsin 41. Üstə gəlsin 9 yaza bilərik. 41-dən 9 çıxanda 32 eləyir, toplayanda 50 eləyir. Deməli, buradan yazıram. Radiusun kvadratı 32 vurulsun 50. 50-yə bərabərdir. 32-ni yazaq 2 dəfə 16. 50-ni yazaq 2 dəfə 25. Onda kiçik eri tapan zaman bunları kökün altında yazmaq lazımdır. Birbaşa kök çıxardaq. 16-dan 4 çıxacaq. 25-dən kök 5 çıxacaq. Bu 2-ni də bu 2-yə vuranda 4 eləyir. Kök altından yenə 2 çıxmış olacaq. Yəni, radius 4 dəfə 5, 20, onda 2 misli 40 desimetrə bərabər olmuş oldu.
Niyə bunun 40 desimetr olduğunu vurğulayıram? Çünki cavablara baxıram ki, cavablar kvadrat metrlə verilib. Ona görə gəlin 40 desimetri çevirək metrə. Biz bilməliyik ki, 1 metr bərabərdir 10 desimetrə. Çevirəndə 40-ı bölürəm 10-a, bu deyir 4 kvadrat metr. İndi əgər radiusun, bax bu radiusun 4 kvadrat metr olduğunu tapdıqsa, bizdən nəyi tələb edir? Onun sahəsini tələb edir. Bunu da pi r kvadratla hesablamalıyıq. Pi r kvadrat. Bu da bərabərdir. 4-ün kvadratı vurulsun pi. Yəni düzgün cavab 16 piyə bərabər olmuş olur. 18-ci sualda testimizin düzgün cavabı olur D bəndi. D bəndi D variantı. Baxırıq növbəti suala, yəni 19-a. İmtahanda da məsələn, tutaq ki, başlamısınız 18-ci sualı həll etməyə çalışırsınız, düzdürmü? Həndəsə məsələsizdə şəkil çəkin, yəni şəkillə işləmək daha rahatdır. Düstur yadınıza düşmürsə tələsməyin, səbirli olun, yəni özünüzü darıxdırmayın. Gördünüz, o məsələn düstur yada düşmür, alınmır. O sualı keçin, növbəti bir sualda, yəni işlədikdən sonra artıq qayıdıb baxa bilərsiniz. Yəni vaxtınıza da qənaət etməyə çalışın bu formada. Baxırıq 19-cu suala. Deyir, kürənin səthinin sahəsi 81 pi olarsa, onun həcmini tapın. Kürənin səthinin sahəsi necə tapılırdı? 4 pi r kvadrat. Əgər bu sahə 81 piyə bərabərdirsə, 81 pi. Bu pilər gedir 4 r kvadrat bərabərdir 81-ə. R kvadrat bərabərdir 81 bölünsün 4-ə. R bərabər 9 bölünsün 2-yə. Yəni kvadratı 81 böl 4-dürsə, özü 9 bölünsün 2 olmuş olacaq. Və bizdən bu kürənin həcmini istəyir. Həcm düsturu bərabərdir 3-də 4 pi r kubu bərabərdir. 3-də 4 olduğu kimi qalır. Pi-də olduğu kimi qalır. İndi burada r kub yazmalıyam. 2-nin kubunu 8 yazıram. 9-un kubunu isə 9 dəfə 81 göstərirəm. Yəni onsuz da fərqi yoxdur da. 81 özü 9-un kvadratıdır. Bir dənə 9-a vurulanda 9-un kubu olmuş olacaq. Yəni burada heç bir fərq yoxdur. Bu 4 ilə bu 8 ixtisar gedir. Bu olur 1 dəfə, bu olur 2 dəfə. Bu 3 ilə də bu 9 ixtisar gedir. Qalır burada 3. Burada 1 dəfə. Onda məxrəcdə 2 qalıb, surətdə 3 vurulsun 81-dirsə, 3 ilə 2-ni ixtisar aparanda 1,5, 1,5-i də 81-ə vuranda düzgün cavab 121,5 alınmış olur. 121,5 pi. Pi-ni yazmamışdım. Baxın, 121,5 pi, yəni burada testimizin düzgün cavabı, baxın, Y variantı, Y bəndi alınmış oldu. 19-cu sualda. Baxırıq 20-ci suala. 20-ci sualda bizə deyir ki, həcmlər nisbəti 64 bölünsün 8 olan kürələrin səthlərinin sahələrinin nisbətini tapın. Səthlərin sahələrinin nisbəti istəyirsə, birinci növbədə 64 böl 8-in radiuslar olan nisbətini tapaq. R1 bölünsün R2. Sadəcə bu həcm olduğu üçün biz deyirdik ki, məsələn, radiuslardan götürəndə radiuslar nisbətinə bərabər olmaz. Radiuslar nisbətinin kubuna bərabər olmuş olar. Baxın bu formada. Onda belə çıxır ki, R1 bölünsün R2 bərabərdir 64, 4-ün kubudur. 8-də 2-nin kubudur. 4-də 2-yə böləndə olur 2. Baxın, əgər radiuslar bir-birindən 2 dəfə, yəni fərqlənirsə, 2 dəfə fərqlənirsə, onda səthlərinin sahələri 2-nin kvadratı qədər fərqlənməlidir. Yəni, S1 bölünsün X2, 2-nin kvadratı, yəni 4-ə bərabər olmalıdır. Kvadrat götürməyimin səbəbi də odur ki, səthlərinin sahələri nisbəti deyir. Biri o birindən 4 dəfə böyük hansı deməli ölçüdə verilib? Baxın A bəndinə. 4 bölü 1, 4 edir. Amma yerdə qalan digər bəndlərin heç birində o 4 dəfə böyük deməli ödənilmir. Ona görə 20-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 21-ci suala. 21-ci sual deyir ki, verilən bu ifadənin qiymətini tapın. Baxın, 2 moduldur. Ümumiyyətlə, biz bu ifadələri moduldan çıxara bilmək üçün bilməliyik ki, bu modulun içərisi müsbətdir, yoxsa mənfidir. Müsbət və ya mənfi olduğunu necə müəyyən edəcək? Baxın, bu kök altda 5-dir, amma 2,5-in özü kök altında 6,25 deməkdir. Yəni, siz 2,5-i kvadrata yüksəldirsiniz. Eləyir 6,25. İndi baxırıq, hansı böyükdür? Əlbəttə ki, kök altında 6,25 böyükdür. Deməli, kök altda 5-dən 2,5-i çıxanda bunun cavabı mənfi alınacaq və bu modulun cavabı mənfi alındığı üçün moduldan biz onu olduğu kimi çıxara bilmirik. Mütləq yerini dəyişib çıxmalıdır. Olur 2,5 çıxılsın kök altında 5. Üstə gəl, indi bu ifadəyə baxın. Bu kök altda 5-dir, amma 2 kök altında 4 deməkdir.
Deməli, kök altda 5-dən kök altda 4-ü çıxanda bu müsbət alınacaq. Çünki kök altda 5 daha böyükdür. Modula gəl içərisi müsbətdirsə, olduğu kimi çıxır. Yəni, kök altda 5 çıx 2. Bu da bərabərdir. Mənfi kök altda 5, müsbət kök altda 5 bir-birinə əks olan ədədlərdir. 2,5-dən də 2-ni çıxırsınız. Düzgün cavab 0,5 alınmış olur. Yəni, 21-ci sualda testimizin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Belə, keçirik 22-ci suala. 22-ci sualda bizə deyir ki, x1 üstəgəl x2 bərabərdir 5-ə. x1 vurulsun x2 bərabərdir 2 olarsa bu ifadənin qiymətini tapın. Gəlin, həmin ifadəni burada qeyd edeyim. x1-in kubu vurulsun x2 üstü 4 üstəgəl x1 üstü 4 vurulsun x2-nin kubu. Bərabərdir. Burada x1-in kubu, baxın, x1 də var, x2 də var, doğrudurmu? Biz ortaq olanın mötərizə xaricini çıxartmalıyıq. Və həmişə yadda saxlamaq lazımdır ki, dərəcəsi, yəni üstü ən kiçik hansıdırsa, biz onu mötərizə xaricinə çıxaracağıq. Yəni, burada x1-in kubunu mötərizə xaricinə çıxardırıq. Bu tərəfdə isə x2-nin kubunu vurulsun. İndi görək mötərizənin içərisində qalacaq. Mötərizənin içərisini bölmə yolu ilə tapırsınız. x1-in kubunu çıxartmışıq, amma x2 üstü 4-dən, baxın, belə düşünün də sanki. 4 dənəsindən 3 dənəsini çıxartmışıq, bunun yalnız biri qalacaq. Yəni, x2-nin özü qalmış olur. Üstə gəl, bu tərəfdə isə x2-nin kubunu götürmüşsünüz. Bu 4 dənə x1-dən 3-ünü seçmişsiniz, yerdə qalıb 1 dənəsi. Və indi bu x1 vurulsun x2-nin kubunu isə bu formada hasilin kubu şəklində göstərəcəm. Yəni, x1 vurulsun x2-nin kubu vurulsun x1 üstə gəlsin x2. Burada yəni, fərqi yoxdur. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu da bərabərdir. x1 vurulsun x2, deməli 2-dir. Kubu eləyəcək 8. x1 üstə gəlsin x2 isə 5-dir. Gətirib yerinə yazırsınız. 8-i də 5-ə vuranda düzgün cavabı 40 alınmış olur. Yəni 22-ci sualda testimizin düzgün cavabı olur D bəndi. Keçirik növbəti suala. Baxırıq 23-ə. Deyir, bu ifadəni sadələşdirin. Baxın, surətdə A-nı əgər mötərizə xaricinə çıxartsaq, nə olacaq burada? 3A üstə gəl 5 qalacaq. Yenə deyirəm, bax, ortaq vurulğu mötərizə xaricinə çıxartdırsa, mötərizənin içərisini bölmə yolu ilə tapmalısınız. Bax, 3A kvadratını A-ya böldünüz, oldu 3A. 5A-nı A-ya böldünüz, elədi 5. Məxrəcdə isə bu 4A kvadrat yoxdur. Buna baxırsınız 2A-nın kvadratı formasında. Çıx, A üstə gəl 5-in kvadratı isə olduğu kimi qalır. Və bu ifadə bizə nəyə xatırladır? Bir dəfə A çıx B, bir dəfə də A üstə gəl B yazmalıyıq. Yəni, yazıram, baxın, 2A çıx, bu ifadəni yazırsınız. A üstə gəl 5. Bir dəfə də bunun toplamasını yazmalısınız. 2A üstə gəl A üstə gəl 5. Və bu surət də olduğu kimi qalır. A vurulsun 3A üstə gəl 5. Bərabər. İndi bunun açılışlarını burada göstərim. Sonra aşağıya birbaşa yazaq. Baxın, 2A olduğu kimi qalacaq. Amma siz bu mötərizəni qarşısında mənfiyə görə açırsınız. İşarə dəyişəcək. Olacaq mənfi A çıxılsın 5. Bu 1. Keçirəm ikinciyə. İkinci mötərizədə isə 2A qalır. Bu mötərizə qarşısında üstə gəlmə var. Siz bunu olduğu kimi açacaqsınız. Olacaq üstə gəl A, üstə gəl 5 bu formada. Onda bu kəsrin surəti olduğu kimi qalacaq. Yəni A vurulsun 3A üstə gəl 5. Məxrəcdə isə 2A-dan A-nı çıxırsınız. Bu A çıx 5 olacaq. Burada isə 2A-nın üstünə A-nı gəlirsiniz. 3A üstə gəl 5 olmuş olur. Və 3A üstə gəl 5 ilə bu 3A üstə gəl 5 ixtisar gedir. Olur A bölünsün, A çıxılsın 5. Yəni A bölünsün, A çıxılsın 5. Baxın, Y variantında testimizin düzgün cavabı qeyd olunur. Deməli, testin doğru variantı olur Y bəndi. Belə. Baxırıq 24-cü suala. 24-də bizə deyir ki, verilən bu ədəd aşağıdakı intervalların hansına daxildir? Gəlin sadələşdirək. A ədədi bərabərdir. Kök altda 12-ni 4 dəfə 3 yazırsınız. Qalanlarını isə olduğu kimi köçürdürəm. 3 kök altda 3 bölünsün 3 kök altda 3. Bu da bərabərdir. Baxın, bu 4-dən kök nə çıxır? 2. Deməli, bu olacaq 2 kök altda 3 üstə gəl 3 kök altda 3 bölünsün 3 kök altında 3. Bu 3'dür. Düzəldirik. Aha, bərabərdir. 2 ilə 3'ü toplayanda bu eləyir 5 kök altında 3. Bölünsün 3 kök altında 3. Bax, bu kök altında 3'lər ixtisar gedir. 5'i də 3'ə böləndə 1,3'də 2 alınmış olur.
Yəni bunu ona görə belə göstərdim ki, 1/3-də 2 artıq 1 tamı keçib. Yəni 1 ilə 2 aralığında yerləşmiş olacaq. Buna görə 24-cü sualda testimizin düzgün cavabı Y bəndi Y variantı alınmış olur. Keçən növbəti suala baxırıq 25-ci suala. 25-də bizə deyir ki, verilən bu tənliyin kökləri x1 və x2 olarsa, bu ifadənin qiymətini tapmalıyıq. Birinci növbədə bizim bu tənlik çevrilmiş kvadrat tənlik deyil. Biz bunu çevrilmiş kvadrat tənliyə gətirməliyik. Nə edəcəm? Çevrilmiş kvadrat tənliyə gətirmək üçün bütün hədləri bax bu birinci əmsala bölmək lazımdır. 2x kvadratını 2-yə bölürsüz, eləyir x kvadrat. 4x-i 2-yə bölürsüz, eləyir 2x. 1-i də böləndə 2-yə olur 2-də 1. Bərabərdir 0-a. Bunu çevrilmiş kvadrat tənliyə gətirməkdə məqsədim odur ki, Viet teoremini bura tətbiq edək. Nə deyir Viet bizə? Viet deyir ki, x1 ilə x2-nin cəmi, yəni köklər cəmi ikinci əmsalın əksinə bərabər olmalıdır. Köklər hasili isə x1 vurulsun x2 isə sərbəst həddə, yəni 2-də 1-ə bərabər ola bilər. İndi nə deyir? x1 vurulsun x2 yazaq 2-də 1. Gəlin bu kəsr xəttini 2 nöqtə bölməklə göstərək. x1 üstə gəlsin x2. Bunun da qiyməti -2-dir. Kəsrlərin bölünmə qaydasına görə birincisi olduğu kimi qalır. Bölmə əməli vurmaya çevrilir. İkincidə isə işarə, daha doğrusu surət məxrəc yerini dəyişir. Olur 2-də 1. Yəni bunun məxrəci 1 idi, surəti 2 idi, yerini dəyişdi. Bu arada qətiyyən işarəni dəyişmirsiniz. Çünki tərsinə çevirəndə bəzən işarəni dəyişən yoldaşlarımız da olur. Amma qətiyyən işarə dəyişilməməlidir. Bu da bərabərdir. 2-də 1-i -2-də 1-ə vuranda eləyəcək -4-də 1 və -4-də 1 də çevirib onluq kəsri kimi yazsaz, testin düzgün cavabı -0,25 alınmış olacaq. Deməli, 25-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Belə, keçirəm növbəti suala. Baxırıq 26-cı sual. Deyir, bu tənliklər sistemindən x üstəgəl y cəmini tapın. Bax, elə bunları çarpaz vurursunuz, bir-birinə fikir verin. 3-ü vurursunuz x-a, eləyir 3x. 2-ni vurursunuz y-ə, eləyir 2y. Deməli, 3x-in 2y-ə bərabər olduğunu tapdıq. Burada da 3x-in əvəzinə, bax, buranı silirəm. Yerinə gətirib əvəz edərək, yəni bərabər, nə tapdıq? 3x bərabərdir, 2y tapdıq. Bərabər tapdığımızı yazıram bura, 2y. 2y ilə də y toplayıram, eləyir 3y bərabərdir 9-dursa, buradan y-in qiyməti 9 bölünsün 3, yəni 3 alınmış olur. Y-in qiyməti 9-dursa, biz gəlin 3x-in qiymətini tapaq. Deməli, y-in qiyməti 3-dür daha doğrusu. 2 vurulsun 3. Elə bu 3 ilə bu 3-ü ixtisar aparırsınız. Bax, x-in qiyməti 2 alınır. Bu da x-in qiyməti. Həm y-in qiymətini tapmış olduq, həm də x-in qiymətini tapdıq. Bizdən x üstə gəl, y istəyir. 2 ilə də 3-ü toplasaz, testimizin düzgün cavabı 5 alınmış olacaq. Yəni 26-cı sualda doğru cavab olur D bəndi. Keçirəm 27-ci suala. Bərabərsizliyə aid olan bir mövzudur, bir sualdır. Deyir ki, x kvadrat vurulsun 2x üstə gəl 1. 2x üstə gəl 1. Bircə saniyə. Aha. Vurulsun, x çıxılsın 3. Kiçik bərabərdir 0 olarsa bu tənliyi həll edin. Bu bərabərsizliyi həll edin. Gəlin əvvəlcə burada kökləri tapaq. Deməli, x kvadrat 0-dırsa, x-in kökü burada 0 olacaq. 2x üstə gəl 1 0-a bərabərdirsə, bu x1 yazaq buna. İkinci kök x2 -1 bölünsün 2, yəni -0,5 olacaq. Yox, x çıx 3-ü 0-a bərabər etsəz, deməli 3-cü kökdə müsbət 3-ə bərabər olmuş olacaq. Aldığımız hər bir cavabı 59 üzərində qeyd edirik. Burada deməli içi dolu şəkildə göstərəcəm, çünki kiçik bərabərdir işarəsi var. Bu olacaq -0,5. Daha sonra bu -0,5-dir, sonra burada 0 gəlir, ən axırda 3 gəlmiş olacaq. İndi intervallar üsulu ilə gedək. Hər bir intervalda işarəni müəyyən etmək lazımdır, mütləq şəkildə. X kvadrat hər zaman müsbətdir. Bununla bir işimiz yoxdur. Bu qoy qalsın. 3-dən bu tərəfdə var 4. 4-dən 3 çıxanda müsbət eləyir. 4-ü 2-yə vurub üstünə 1 gələndə müsbət eləyir. Bu müsbətdir. 0 ilə 3 aralığında var məsələn 1. 1 yazsaq, 1-i 2-yə vurub üstünə 1 gələndə müsbət eləyir. Amma 1-dən 3 çıxanda mənfi olacaq. Yəni bu iki müsbəti bir-birinə vuranda müsbət eləyir. Amma bir dənə də mənfiyə vuranda bura mənfi olmuş olur. 0 ilə bu aralıqda burada mənfi olacaq. Niyə görə? Gəlin, niyəsini belə açıqlayayım. Baxın, bu x kvadratın, yəni dərəcəsi cüt olan vuruğun biz kökünü tapanda, 0-a bərabər edib kökünü tapanda x-i 0 yazdıq.
Əgər bu 0, yəni kökdə belə deyək, bu həll dərəcə cüt olan vuruğun həllidirsə, yəni onun həllindən yaranıbsa, mütləq şəkildə həmin o kökün, həmin ədədin, belə deyək, ədəd oxu üzərindəki 2 intervalın işarəsi də eyni olmalıdır. Yəni fərqli ola bilməz. 2 intervalın işarəsi də eyni olur. Məsələn, buranı mənfi tapdımsa, heç buranı hesablamadan birbaşa olaraq siz də mənfi olaraq qeyd edə bilərsiniz. Məsələn, mənfi 0,5-dən bu tərəfdə artıq gəlin bunu hesablayaq. Deyək ki, mənfi 1, 2 var. Mənfi 2, 2-yə vurub toplayanda bura mənfi eləyir. Mənfi 2 çıx 1 mənfi eləyir. 2 mənfini də bir dənə müsbətə vuranda düzgün cavab müsbət alınmış olur. Deməli, biz tapdıq ki, baxın, hər bir intervalda işarəmə bu cürdür, bu formadadır. Bizdən də kiçikdir 0, yəni mənfiləri istəyirsə, bax, bir buranı iştiriləyəcəyik, bir də buranı iştiriləyəcəyik. Bəs cavab nə götürəcəm? Cavab, yenə, burada da səhv edən yoldaşlarımız olur. Necə yazırlar? Yazırlar ki, mənfi 0,5-dən 0-a birləşir 0-dan 3-ə. Bu cür yazılış qaydası o zaman mümkün olar ki, mən burada deyim ki, 0 daxil deyil. Yəni, 0 bu bərabərsizliyi ödəmir. Yəni, belə bir işarə olsa, onda bəli. Yəni, düzgün cavab alınır. Məsələn, baxın, A bəndinə. Mənfi 0,5-dən 0-a, o da birləşir 0-dan 3-ə. Bu düzgün cavab deyil. Niyə görə? Çünki axı 0 burada daxildir. Bax, fikir verin, 0-ın özünü ala bilir. Ala bilirsə, deməli 0,5-dən 3-ə qədər olan ədədlər bizim bu bərabərsizliyin həlli olmuş olacaq. Özü 0,5-in özü də daxildir, 3-ün özü də daxil olmuş olur. Baxın, bu formada. Yəni, testimizin düzgün cavabı C variantı, C bəndi alınmış olur. Belə. Keçək növbəti suala, buranı silirəm. Baxırıq 28-ci suala. 28-də bizə deyir ki, ədədi silsilədə A1 üstə gəlsin A3 bərabərdir 8. A2 vurulsun A4 bərabərdir 40 olarsa, silsilə fərqini tapın. Bax, fikir verin. A1 var, A3 var. Bu silsilərin arasında nə yerləşir? A2 yerləşir. Biz demişik ki, bu A2, indi A2-nin üstünə nümunə gətirirəm. Bərabərdir. Özündən eyni məsafədə yerləşən hədlərin ədədi ortasına A1 üstə gəlsin A3 bölünsün 2-yə. İndi burada A2 bərabərdir. A1 ilə A3-ün cəmi 8-dir. 8-i də 2-yə böləndə bu da bərabər olur 4-ə. Deməli, A2-nin qiymətini 4 tapdım. Baxın, bu 4-dür. 4-ü nəyə vuranda 40 eləyəcək? 10-a. Deməli, A4-ün də qiyməti bərabər oldu 10-a. Baxın, bir hədd A2-dir tapmışıq, digər isə A4-dür. Tapdıq ki, 10-a bərabərdir. Onda silsilə fərqinin D-ni tapa bilərəm. Gəlin tapaq. Diqqətlə baxmalıyıq ki, burada A2 ilə A4 ardıcıl hədlər deyil. Ardıcıl olmadıqda necə tapılır? Baxın, ondan çıxırsınız 4-ü, bölünsün indekslər fərqinə. 4 çıxılsın 2-yə. Ondan 4 çıxanda 6 eləyir, 4-dən də 2 çıxanda 2 eləyir. 6-nı da 2-yə böləndə düzgün cavab 3 alınmış olur. Yəni, 28-ci sualda silsilə fərqi D 3-ə bərabər olmuş olur. Testimizin düzgün cavabı olur C bəndi. C bəndi C variantı. Belə. Baxırıq 29-cu suala. 29-da bir yenə bizə həndəsi silsiləyə bu dəfə aid tapşırıq verir. Deyir ki, həndəsi silsilədə B7 bölünsün B3 bərabərdir 4, B2 də bərabərdir 3 olarsa, biz B4-ü tapmalıyıq. Gəlin B7-nin, baxın, B7-nin açılışını yazacağım. Amma B3-dən istifadə edərək yazacağım. Belə edək, B7 bölünsün B3 bərabərdir 4-ə. Bu B7-ni yazıram B3 vurulsun 2 üstü 4 formasında. Çünki 3-ün üstə 4 gələndə 7 eləyir. Buradakı B üstü 3-ə dəymirəm və bu B üstü 3 ilə bu B üstü 3 ixtisar gedir. Burada nə qalır? 2 üstündə 4 bərabərdir 4-ə. İndi hər ikisindən kök alsaq, belə olacaq. Q-nün kvadratı bərabərdir. Kök altda 4 də bizə verəcək 2-ni. İndi Q-nün kvadratı 2-dirsə, bunu elə belə də saxlayacağım. Niyə görə? Çünki baxırıq ki, bizdən nəyi tələb edir? B4-ü istəyir. Və bizim əlimizdə B2 var. Onda belə çıxır ki, B4-ü tapmaq üçün B2-ni vurarıq Q-nün kvadratına. Bu 2-ni 2-yə vuranda 4 eləyir. B2-nin qiyməti 3-dür, vurulsun. Q-nün kvadratının qiyməti 2-dir. 3-ü də 2-yə vuranda düzgün cavab 6 alınmış olur. Yəni 29-cu sualda testimizin düzgün cavabı olur A bəndi. A bəndi A variantı. Belə. Baxırıq 30-cu suala. Deməli, burada bizə deyir ki, ştrixlənmiş hissə ifadələrdən hansına uyğun gəlir? Bax, bu tipli suallarda, yəni çoxluğa aid olan sualdır. Şəkildən tapmalıyıq biz bunu. Bəzən elə olur ki, şəkildə, yəni açıq-aşkar görmək olur.
Bax, şəkildən sizdən nə istədiyini görmək olur. Bəzən isə, yəni tapşırıqlarda olur ki, biz bir variantları yoxlayaraq o cavabı tapırıq. Yəni, birbaşa olaraq tapmaq olmur, variantları nəzər yetiririk, ondan sonra tapırıq. Amma məsələn, bu sual mənim dediyim birinciyə aiddir. Yəni, şəkildən artıq baxıb tapa bilirik. Niyə görə? Mən baxıram ki, burada A deməli çoxluğu yalnız A-ya aid olan, bax, fikir verin, A çoxluğu ümumilikdə ştrixlənib. Amma hansı hissə buradan çıxılıb? Bax, fikir verin. Baba, bu hissə çıxılıb, düzdürmü? Yəni, yeganə bu hissə yoxdur. İndi sual verirəm, bəs bu hissə B və C-yə baxın kvadratlara. Orada nəyi göstərir? B və C-nin kəsişməsini göstərir. Birləşmə götürə bilmərik burada. Çünki niyə görə? Birləşmə olsaydı, onda gərək burayla buranı ştrixləməzdi. Çünki o hissələr B və C-yə daxildir. Bəs hansı hissə ştrixlənib? A-dan çıxılıb B ilə C-nin kəsişməsi, baxın D bəndinə. B və C çoxluqlarının kəsişməsi bu hissədir. A-dan da həmin hissə tamamilə çıxarılıb və yerdə qalan hissə ştrixlənib. Ona görə, deməli, 30-cu sualda testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq burada, deməli, 31-ci sual. 31-ci sualda deyir ki, A və B çoxluqlarının birləşməsinin elementlərin sayı 24-dür. Yalnız A çoxluğunda olan elementlərin sayı 16-dır. Kəsişmənin elementlərin sayısı 3 olarsa, yalnız B çoxluğunda olan elementlərin sayını tapmalıyıq. Gəlin bunu Euler-Venn diaqramı vasitəsilə göstərək. Deməli, bu olsun A çoxluğu, bu da olsun B çoxluğu. Baxın, A və B çoxluqlarının kəsişməsi, birləşməsi 24-dür. Yalnız A çoxluğunda olan 16 element var və kəsişmənin elementlərin sayı da 3-dür. Bizdə yalnız B çoxluğunda olan elementlərin sayını istəyir. Buna bir x deyin. Ümumi hamısının cəmi 24-ə bərabər olmalıdır. 16 üstə gəl 3, 19 üstə gəl x. Əgər 24-ə bərabərdirsə, deməli burada x bərabər olacaq 24 çıxılsın 19, yəni düzgün cavab 5 alınmış olacaq. Deməli, B çıx A, yəni yalnız B çoxluğunda olan elementlərin sayı 5-ə bərabər olmuş olur. Testimizin düzgün cavabı olur B bəndi. Baxıram 32-ci suala. 32-də bizə deyir ki, BC parçası CD parçasından 3 dəfə, AB parçası isə BC parçasından 2 dəfə uzundur. BC bölünsün AD nisbətini tapın. Baxın, geridən başlayacağıq. Necə ki, BC parçası bizə deyir CD-dən 3 dəfə böyükdür. Əgər mən CD-nin uzunluğunu bilmirəmsə, bu parçanın uzunluğuna x deyəcəm. BC 3 dəfə böyükdürsə, bu olacaq 3x. İndi isə AB parçası BC-dən 2 dəfə böyükdür. 3x-dan 2 dəfə böyük olan, bax, olacaq 6x. Hər bir parçanın uzunluğunu tapdıq. İndi bizdən nə istəyir? Deyir ki, BC bölünsün AD nisbətini tapın. Bax, BC parçası buradan buraya qədər olan hissədir. 3x bölünsün. AD parçası isə bu bütöv parçanın uzunluğuna bərabərdir. Yəni 6x üstə gəl 3x üstə gəl x. Bunlar da toplayanda 10x-ə bərabər olmuş olur. Və siz burada x-ları ixtisar aparsaq, düzgün cavab 3 bölünsün 10 qalmış olacaq. Yəni 32-ci sualda testimizin düzgün cavabı 3 bölünsün 10. Y variantı, Y bəndi alınmış olur. Çünki BC parçası 3x, aha, böyük olmuş olur. Belə. Keçək 33-cü suala. Buranı silirəm. 33-də bizə nə deyir? A və B düz xətləri M nöqtəsində kəsişir. Alfa çıxılsın, beta fərqini tapın. Baxın, bu iki düz xət bir nöqtədə kəsişibsə, fikir verin, burada qarşılıqlı bucaqlar əmələ gəlir. Qarşılıqlı bucaqlar əmələ gəlirsə, deməli, onlar bir-birinə bərabər olmalıdır. Yazırsınız ki, alfa üstə gəlsin 10 dərəcə, bərabərdir, beta üstə gəlsin 20 dərəcəyə. Həm də gəlin yadımıza salaq. Biz deyirdik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir, amma qonşu bucaqların cəmi neçə dərəcə? 180 dərəcəyə bərabər olmuş olur. Söhbət burada qarşılıqlı bucaqlardan gedirsə, biz bu bucaqları bir-birinə bərabər etməliyik. İndi alfa ilə betanı bir tərəfə keçirdirik, bu dərəcələri bir tərəfə keçirdik. Bu olur alfa, betanı digər tərəfə attığınıza görə olur çıx beta, işarəsini dəyişir. Bu da olur 20 dərəcə çıxılsın 10 dərəcə işarəsini dəyişdi. 20-dən də 10 çıxanda düzgün cavab 10 dərəcə olmuş olur. Deməli, alfa çıx beta fərqini istəyirdi, düzgün cavab 10 dərəcə, yəni A variantı, A bəndi alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq 34-cü sual. 34-cü sualda deyir ki, perimetri 32 cm olan üçbucağın medianlarından biri
Onu perimetrləri 20 sm və 28 sm olan 2 üçbucağa bölür. Medianın uzunluğunu tapın. Buna əsasən medianın uzunluğunu tapmalıyıq. Deməli, birinci növbədə belə bir üçbucağımız var. Baxın, bu üçbucağın ümumi perimetri bərabərdir 32 sm. Bunun perimetri bərabərdir 32-yə. Bu üçbucağın medianı çəkilib, baxın bu formada və bu median, ümumiyyətlə median nədir? Qarşı tərəfi yarıya bölürdü, düzdür? Bax, burayla bura bir-birinə bərabərdir. Deyək ki, bu median, bura bir M yazaq. Bu üçbucağı perimetrləri 20 və 28 olan 2 üçbucağa ayırır. Bax, bunun perimetri olsun 20, bunun da perimetri olsun 28. Gəlin bu üçbucağın tərəflərini adlandıraq. Bu tərəfinə A deyirəm, bu tərəfinə B deyirəm. Bu tərəfdə yarı bölündüyü üçün buranı C və C olaraq adlandırıram. Bizdən medianın uzunluğunu tapmağımızı tələb edir. Birinci nömrədə perimetrlərlə getməliyik. Baxın, bu 1 nömrəli olsun. Bunun perimetrini necə taparam? Tərəflərini toplayaram. A üstəgəl M üstəgəl C bərabərdir 20-yə. Bu ikinci üçbucağın perimetrini necə taparam? Tərəflərini toplayaram. B üstəgəl M üstəgəl C bərabərdir. Deməli, 28-ə, baxın bu formada. Daha sonra bu 32 santimetrlik, yəni böyük üçbucağın perimetrini necə taparam? Deməli, A tərəfi üstəgəl, B tərəfi üstəgəl. Əlavə olaraq burada bax, yəni C ilə C birləşəndə nə yaratmış olur? 2C olur. Üstəgəlsin 2C bərabər olmalıdır 32 santimetrə. Bərabər olmuş olur. İndi əgər biz bunları alt-alta toplasaq, baxın, nə olacaq? A üstəgəl B üstəgəl 2M üstəgəl 2C 28 ilə də 20-ni toplayanda olur 48. Onda buradan A üstəgəl B nəyə bərabər olmuş olacaq? 48 çıx 2M çıx 2C. Hamısını attım bu tərəfə. Baxın, keçirtdim bu tərəfə. İndi bu A üstəgəl B-nin əvəzinə, bax bunu yazmıram. A üstəgəl B-nin əvəzinə bu tapdığım cavabı, ifadəni yazıram. Yəni 48 çıx 2M çıx 2C. Bu arda olan hissəni köçürdürəm. Üstəgəl 2C bərabərdir 32-yə. Müsbət 2C mənfi 2C getdi. Qalır sadəcə 48 çıxılsın 2M bərabərdir 32-dirsə, burada 2M bərabərdir 48-dən 32-ni çıxırıq, eləyir 16. M də bərabərdir 16 bölünsün 2, yəni 8 alınmış oldu. Bizdən medianın uzunluğunu istəyir. Bax, o da 8-ə bərabər olmuş olur. Deməli, 34-cü sualda testimizin düzgün cavabı B variantı, B bəndi alınmış olur. Belə, baxırıq 35-ci suala. 35-ci sualda deyir ki, X parçasının uzunluğunu tapın. Baxın, bu düzbucaqlı üçbucaqdır, doğrudurmu? Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən hipotenuza hündürlük çəkilib. Bizim də belə bir qaydamız var ki, h kvadrat bərabərdir m vurulsun n-ə. Hətta bu qayda hardadır? Düzbucaqlı üçbucaqda metrik münasibətlər bölməsi var. Yəni o hissəyə aid olan qaydadır. Əgər bax bunun düsturlarını yaddan çıxartmışıqsa, hətta bu düsturu belə bilmiriksə, deməli mütləq açıb oranı təkrar etmək lazımdır. İndi bu video qeyddə, yəni bu izahda belə deyək də, gördüyünüz sualla bağlı hardasa boşluğunuz varsa, elə indicə videonu dayandırırsınız. O, yəni fasilə düyməsinə basırsınız, açıb o hissənin qaydasını təkrar edirsiniz. Çünki yerindəcə, yəni isti-isti təkrar etməklə sizin yadınızda daha yaxşı qalmış olacaq. İndi h kvadrat bərabərdir m vur n-dirsə, onda burada 6-nın kvadratı bərabər olacaq 4 vurulsun x-a. Deməli, 6-nın kvadratı 36 bərabərdir 4 vurulsun x-dirsə, buradan x bərabərdir 36-nı 4-ə bölürsünüz. Düzgün cavab 9 alınmış olur. Yəni 35-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçirəm növbəti suala, yəni 36-cı suala. 36-da bizə deyir ki, ABCD paralelogramında bucaq A 3x üstəgəl 20 dərəcədir. Bucaq C 5x çıxılsın 20 dərəcə olarsa B bucağını tapın. Baxın, bura belə bir kiçik paralelogram çəkirəm və adlandırıram. A, B, C, D. Bizə verdiyi bucaqlara diqqətlə baxın. Bir A bucağını verib, bir də C bucağını verib. Paralelogramda qarşı-qarşı olan bucaqlar bir-birinə bərabərdir. Deməli, nə etməliyik? Bu A bucağı ilə 3x üstəgəl 20 dərəcə ilə C bucağını, yəni 5x çıxılsın 20 dərəcəni bir-birinə bərabər etmək lazımdır. Ədədləri bir tərəfə yığıb, dəyişənləri bir tərəfə, x-ları bir tərəfə yığaq. 20-nin üstünə 20 gəlirsiniz, bu eləyir 40, bərabərdir. 5x-dan da 3x-i çıxırsınız, bu da eləyir 2x. Onda burada x nəyə bərabərdir? 40 bölünsün 2, düzgün cavab 20 alınmış olur. Deməli, biz x-i 20 tapdıq, bizdən bucaq B-ni istəyir, bax buranı istəyir. Gəlin bucaq C-ni tapaq.
Bucaq C-ni tapmaq üçün bu hissəni hesablamalısınız. 5 vurulsun 20 eləyir 100. 100-dən də 20 çıxanda eləyir 80. Deməli, bucaq C bərabər oldu 80 dərəcə. Əgər bucaq C 80 dərəcəyə bərabərdirsə, bax fikir verin. Paralleloqramda belə bir qayda var. Paralleloqramın bir tərəfinə bitişik olan iki bucağın cəmi 180 dərəcəyə bərabər olmalıdır. İndi bucaqlarından biri 80 dərəcədirsə, tez 180 dərəcədən də bu 80 dərəcəni çıxıb, biz digər bucağı, yəni bu BC tərəfinə bitişik olan digər bucağın 100 dərəcə olduğunu tapmış oluruq. Bu da bizə elə B bucağını vermiş olur. Yəni 100 dərəcə testimizin düzgün cavabı B variantı, B bəndi alınmış olur. Belə. Keçən növbəti suala. Baxırıq 37-ci sual. 37-ci sualda deyir ki, yan tərəfi 5 sm olan bərabəryanlı trapesiyanın diaqonalı iti bucağın təmböləndir. Trapesiyanın kiçik oturacağını tapın. Baxın, bu olsun bizim bərabəryanlı trapesiyamız və deməli, bərabəryanlı olduğu üçün yan tərəflər bir-birinə bərabərdir. Bu da 5 sm-dir, bu da. Deyir, indi iti bucağın təmböləni həm də diaqonalıdır. Baxın, bu formada. Təmböləndirsə, buraya yazırıq alfa, burada yazırıq alfa. Bundan sonra nəyə diqqət etmək lazımdır? Trapesiyanın oturacaqları bir-birinə paraleldir. Bax, bununla bu bir-birinə paraleldir. Onda bu diaqonal onu kəsir. İki paralel düz xətti, üçüncü düz xətt kəsəndə burada daxili çarpaz bucaqlar yaranır. Və biz bilməliyik ki, daxili çarpaz bucaqlar deməli, hər zaman bir-birinə bərabərdir. İndi əgər buranı alfa olaraq işarə etmişiksə, bax, bura alfadırsa, deməli, avtomatik burada alfa olmuş olacaq. Yəni, bunlar bir-birinə bərabərdir. Və bu üç bucağa baxanda görürük ki, bax, oturacağı bitişik bucaq. Bu da alfadır, bu da alfadır. Deməli, bu olur bərabər yanlı üç bucaq. Bərabər yanlı üç bucaqdırsa, bu yan tərəflər bir-birinə bərabər olmalıdır. Bura 5-dirsə, avtomatik burada 5 sm bərabər olmuş olacaq. Bizdən trapesiyanın kiçik oturacağını tapmaq istəyir. Bax, elə biz də tapdıq ki, trapesiyanın kiçik oturacağı 5 sm bərabərdir. Yəni, 37-ci sualda testimizin düzgün cavabı olur Y bəndi. Baxırıq 38-ci suala. 38-də bizə deyir ki, çevrə xaricindəki nöqtədən çevrə üzərindəki ən uzaq nöqtəyə qədər olan məsafə 18 sm, ən yaxın nöqtəyə qədər məsafə isə 4 sm-dir. Çevrənin radiusunu tapın. Baxın, buradan ən uzaq nöqtəyə qədər olan məsafə 18-dir. Amma çevrəyə ən yaxın məsafə, bax, bu B nöqtəsidir. Yəni, çevrəyə qədər olan, ən yaxın nöqtəyə qədər olan məsafə 4-dür. Bura 4-dür. Biz nə edirik? 18-dən çıxırıq 4-ü, tapırıq ki, baxın, bu BC məsafəsi, yəni, belə deyək də, BC diametrdir. Tapıram ki, diametr 18 çıxılsın 4, 14 sm bərabərdir. Diametr 14-dürsə, radius hər zaman diametrin yarısına bərabər olmuş olur. 14-ü bölürsünüz 2-yə, o deyilIr 7 sm. Yəni, 38-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçən növbəti suala baxırıq 39-a. 39-da deyir ki, AMB qövsü 152 dərəcədir. Bax, buraya yazıram 152 dərəcə. BNC qövsü 80 dərəcədir. Burada 80 dərəcə. O varsa, ABC üçbucağının, daha doğrusu ABC bucağını tapmaq istəyir. Bax, bu bucağı istəyir sizdən alfa. Biz bilirik ki, çevrə bütöv 360 dərəcədir. Burada 152 dərəcə ilə 80 dərəcəni əvvəlcə toplayırıq. Çünki niyə görə? Bizə lazımdır ki, ilk növbədə ABC bucağının söykəndiyi qövsün dərəcə ölçüsünü tapaq. Buna görə 152 ilə 80-i toplayırıq. Eləyir 232 dərəcə. Və burada AC qövsü deyək də. AC qövsünü tapmaq üçün bütöv 360 dərəcədən 232 dərəcəni nə etmək lazımdır? Çıxmaq lazımdır. 360-dan da çıxanda 232-ni düzgün cavab 128 dərəcə olmuş olur. Bax, bu qövs 128 dərəcədir. Bunu niyə görə tapdıq? Çünki ABC bucağı təpə nöqtəsi çevrə üzərində olan daxilə çəkilmiş bucaqdır. Baxın, təpə nöqtəsi çevrə üzərində olan daxilə çəkilmiş bucaqdır. Biz də bilirik ki, daxilə çəkilmiş bucaq hər zaman nəyə bərabər olur? Söykəndiyi qövsün yarısına bərabər olmuş olur. Deməli, 128-i bölməlisiniz 2-yə.
Düzgün cavab 64 dərəcəyə bərabər olmuş olacaq. Bir daha deyirəm. Əgər mərkəzi bucaq olsa, söykəndiyi qövsün deməli öz dərəcə ölçüsünə bərabər olur. Amma daxilə çəkilmiş bucaq isə deməli nəyə bərabər olmuş olur? Söykəndiyi qövsün yarısına. Bax, bu da 64 dərəcə olmuş olur. Yəni 39-cu sualda testimizin düzgün cavabı D variantı, D bəndi alınmış olur. Belə. Və nəhayət baxırıq sonuncu suala, yəni 40-cı suala. Deyir bizə ki, katetləri 12 sm və 16 sm olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Baxın, əgər ümumiyyətlə düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə, onun radiusunu tapmaq üçün, düsturunu yazacağım burada. Kiçik r bərabərdir. Katetlər cəmi çıxılsın hipotenuz bölünsün 2. Bax, bizim əlimizdə katetlər var. Biri 12-dir, o biri də 16-dır. Bəs hipotenuzu tapa bilərik? Tapa bilərik. Pifaqor teoremi gəlin tətbiq edək. 16-nın kvadratı eləyir 256, 12-nin kvadratı edir 144, toplayanda cavab 400 edir. 400 də nəyin kvadratıdır? 400 də 20-nin kvadratı olmuş olur. İndi bu 420-nin kvadratıdırsa, deməli hipotenuz özü 20 olacaq. İndi gətirib hesablayaq. Katetlər cəmi, yəni 16, üstə gəl 12 eləyir 28, çıxanda 20-ni qalır 8, onu da 2-yə böləndə düzgün cavab 4 sm alınmış olur. Yəni 40-cı sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Belə, bu da bizim sonuncu sualımızın izahı idi. Baxın, bir daha indi bu suallar ətrafında baxdıqda hansı mövzuda, yəni hansı mövzu üzrə çətinliyinizin olduğunu, yaddan çıxardığınızı, məsələn, hər hansısa bir qayda ola bilər, düstur ola bilər, yəni yaddan çıxardığınızı hiss etdinizsə, mütləq anındaca, yəni açıb o hissəni təkrar edin. Yəni bunun sizə çox xeyri olacaq. İmtahanda da həyəcanlanmayın. İnşallah ki, yəni 11-lərin imtahanını gördünüz. Sizə də demək olar ki, yəni səviyyə cəhətdən inşallah ki, o formada düşmüş olacaq. Hətta bizim 11-lər üçün, 11-ci siniflər üçün hazırladığımız yenə belə dəstək məqsədi bir video var ki, kanala daxil olaraq 3 saat, neçəsə dəqiqədir. Kanala daxil olaraq, bax, əlavə olaraq da o videonu da izləyə bilərsiniz inşallah ki, imtahanda da yenə deyirəm, sualı ilk dəfə görəndə həmin sualdan qorxmayın, vahimələnməyin. Əksinə, dərs müddətində, yəni siz bu sualı aid, yəni nə qayda öyrənmişsiniz, hansı tapşırıqlar, hansı testlər işləmişsiniz, çalışın ki, bunu yada salmağa çalışasınız. İnşallah ki, yaxşı olacaq. Mən də sizlərin hər birinizə uğurlar arzu edirəm. Yəni, hər bir kəs inşallah ki, arzuladığı balı toplamış olar. Və son olaraq yenidən bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.